müəllimlər, xoş gördük hər birinizi. Mən Zəhra Əhmədova. Bugün sizlərə, yəni Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, biz bilirik ki, hər il ibtidai miqdə, eləcə də ibtidai sertifikasiyada eyni köklü sözlərlə bağlı sual nümunəsi müəllimlərə təqdim olunur. İndi isə gəlin qəbul tipli sualın izahına baxaq. Sual belədir. Eyni köklü sözlər haqqında yanlış fikri göstərin. Diqqət yetirmək lazımdır ki, bizdən yanlış istəyir. Yalnız düzəltmə olur. Biz bilirik ki, sözün quruluşca 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Eyni köklü sözlər nə sadə ola bilməz, nə də mürəkkəb ola bilməz. Bir sözün eyni köklü olması üçün hökmən düzəltmə olmalıdır. Yalnız düzəltmə olur, bəli, sadə və mürəkkəb ola bilməz. A variantı doğrudur, bizdən yanlışı soruşur. Kökləri eyni mənanı verir. Baxın mövzunun adına eyni köklü sözlər. Elə mövzunun adından bəllidir ki, köklər eyni mənanı verməlidir. Məsələn, deyirəm gülüş, gülümsəmək. İkisinin də kökündəki gülmək feildir. İkisində də gülmək feilindən söhbət gedir. Deməli, kökləri eyni mənanı verir, B də doğrudur. Əgər sözün kökü bir-biri ilə amonim olarsa, bu sözlər eyni köklü söz sayıla bilməz. Bəli, eyni köklü sözlərin kökləri eyni mənanı verməlidir. Amma amonimlərdə mənalar tamamilə fərqli olur. Məsələn, deyirəm daşqın, eləmi? Bir də deyirəm daşlıq. Daşlıq sözündə sözün kökü nədir? Daş ismi. Daşqın sözündə sözün kökü nədir? Daşmaq feili. Bax, birində sözün kökü isimdir, birində sözün kökü feildir. Bunlar bir-birinə nisbətdə amonimdir. Köklər amonim olanda eyni köklü söz sayıla bilməz. D variantı da doğrudur. Qrammatik şəkilçilərlə eyni köklü söz yaratmaq olmaz. Bəli, bir söz sadədirsə, mən onun üzərinə qrammatik şəkilçi artırıb, deyə bilmərəm ki, mən eyni köklü sözü yaradıram. Ümumiyyətlə, qrammatik şəkilçi hesabına eyni köklü sözü yaratmaq olmur. E variantı da gedir, yerdə qalır. C variantı. Eyni köklü sözlərin yaranmasında leksik və qrammatik şəkilçilər iştirak edir. Baxın, qrammatik şəkilçilər fikri yanlışdır. Eyni köklü sözlərin yaranmasında leksik şəkilçi iştirak edir. Yəni, söz düzəltmə olmalıdır ki, eyni köklü olsun. Sözün də düzəltmə olması üçün sözün üzərində leksik şəkilçi gərəkdir. Leksik şəkilçinin iştirakı var, amma qrammatik şəkilçinin iştirakı yoxdur. Sual ortaya çıxır ki, müəllim, axı filan yerdə görmüşdük ki, eyni köklü sözün üzərində qrammatik şəkilçi var. Baxın, eyni köklü sözün üzərində qrammatik şəkilçi ola bilər. Bu düzəltmə sözdürsə, bunun üzərində qrammatik şəkilçi olanda onun quruluşca növünə təsir etmir. Məsələn, tutaq ki, deyirəm ki, daşlamaq. Yəni, burada maq nədir? Qrammatik şəkilçidir. Bu söz başqa bir sözlə eyni köklü ola bilər. Amma biri də var ki, deyəm, eyni köklünün yaranmasında qrammatik şəkilçi iştirak edir. Bu fikir artıq yanlış fikirdir. Ümumiyyətlə, əziz müəllimlər, nəzərinizə çatdırım ki, əgər eyni köklü sözlər, söz nədən yaranıb, sözün kökü, başlanğıc forması, sözlərin kök və şəkilçiyə ayrılmağında, ümumən söz yaradıcılığı bölməsində çətinlik çəkirsinizsə, o zaman 050 505 1246 nömrəsini WhatsApp-na yazırsınız. Ödənişsiz şəkildə sizə söz yaradıcılığına aid olan bütün saatlarla keçdiyim canlı dərsimi, video izahlarımı, testlərimi göndərəm. Bununla da ödənişsiz şəkildə dərslərimdən faydalanıb ibtidai, miq və sertifikasiyada yüksək nəticə əldə edirsiniz. Bir daha nəzərinizə çatdırım, 050 505 1246 dərs nömrəmizə yazırsınız. Sizə bütün ödənişsiz şəkildə dərslərimizi göndəririk. Sağ olun.